bundan çox gəlir. Deməli, paltarda toz varsa, dəfələrlə yuyulub istifadə edə bilərsiniz. Bax, sadəcə bax belə edirsən, bütün paltarda da olan tozu canına çəkir. İstifadə edək, qiyməti 1 manat 50 qəpik Teymur Store mağazasındadır. Bax, bu su dəyən kimi şir əməlci olur, böyük bir dəsmal, su çəkən keyfiyyətli dəsmal olur, qiyməti 1 manatdır Teymur Store mağazasındadır. İsə, hörmətli istifadəçilər, böyük boşqalçın streç istəyirdiniz, hazır streç. Bulutsun, böyüdür, yəni həddən artıq böyüdür. Qiyməti içində çox olur, 1 manatdır. Bunun standart boşqablar olan da var, içində 100 dənə olur, o da 1 manat Teymur Store mağazasında. Çoxdur, su damdan su sızırsa, bax bu kleylər sizin köməyiniz gələcək. Ümumiyyətlə su buraxan yerlər varsa bunu vurursunuz, dərhal suyu kəsicək. Teymur Store mağazasında böyüyüdür, 3 manat 80 qəpik. Ünvan da səhifədə birinci videoda. Fanlar çeşidlərini sizə göstərirəm. Bu başa taxılan fanarlardır. 4 manat 50 qəpik, 3 manat 80 qəpik. Bu da baş fanarıdır. Əllə belə eləyirsən, işləyir 3 manat 80 qəpik. Ümumiyyətlə fanar çeşidi çoxdur. Bax beləsi də var. Beləsi də var 2 manatdır. Belə qabda olan var. Daha sonra bax bu da əjdaha bir fanar gətirmişik. Bax bu isə içində hətta jaj qalkası da var. Bu isə qiyməti 5 manat 30 qəpikdir. Yəni bax bunda hər şey var. Bir dənə ətraflı bunu çəkək. Ətraflı izahləyə demək fan bir abadədir bizi. Çox güclü lupalı fanardır. Yəni həddən artıq bunun lupasının belə olmağı ətrafa işıq saçır. Sarı rəngdə. Bunun içində atverkası da var. Remenə də keçir. Qırmızı da vurur. Qırmızı da vurur. Maşallah. Marqatsa. Bunun bir dənə sözü möhtəzəm. Bu hətta deməli bunu açırsan, içində atverka da var. Jaj qalkası da var. Bu açırsan oranı. Bunu test edək. Nə? Oy maşallah. Siqaret yandırmaq üçün. Teymur Store 5 manat 30 qəpik. Ünvanla səhifədə birinci videoda. Deməli, bax yeni gələn məhsuldur. Ayaqqabı təmizləyən Teymur Store-da cəmi 50 qəpiyə. Böyüyü də var. 80 dənəli idi bu. Bu isə 1 manat 50 qəpiyə, bu 50 qəpiyə. Bunun içində bir xeyli var. Bir dənə oyun oynayaq. Deməli, oyun belədir də. Əgər 3 dənə ardıcıl bir şey gəlsə, deməli qardaş bu gün 25 yox 50 manat alacaq. 3 dəfə vurmalıdır. Üçündən birində gəlsə, elə alacaq. Əgər gəlməzsə 25 manat mənim olacaq. Nə problem yox. Yaxşı, gəl 3 dəfə ondan vur getsin. Belə. Bu yaşlı. Hə, işləmədi, alınmadı. Deməli işləmə, bəs salam, getdi söhbət öldü. 1 3 dənə etdi gəl. Al. Ancaq gəlmişdi ha. Eyvallah, təzədən ikilə elə. Yaxşı. Şey olmadı. Ne olmadı. Evet, yaş bir dənə elə. Yaxşı. Yox. Eyvallah. 25 manat getdiniz ya. Ya. Bunu mən sizə zəhmət olmasa çəkin. Bunu untazın oturacaq yerindən keçirirsən, bax belə. Bax buradan belə keçirdin. Untazı sıxırsan. Yəni untazın qapağını əlində dəymir. Sadəcə bunu qaldırırsan, bax belə. Evet. Bu rəng çeşidləri də var. Qiyməti neçə? 50 qəpik olsa da 1 manat Teymur Store mağazasındadır bax bunlar. Silikondandır. Belə şeylər var. Qapını ötürsən, dang, dəyir divarın misal şpakovkası yerə tökülür. Onun qarşısını almaq üçün bax belə rezinlər var bizdə. Görürsüz. Bax beləsi də var. Dəyir. Bax bu ruçkaya keçirirsən, bunun həmçinin müxtəlif ölçüləri var, ruçkaya keçir. Qiymətləri 50 qəpiyə, 1 manata var, belə bir şeylərdir. Bax bu silikon materialı, qırmızısı da var, qarası da var. Yapışdırırsan, ruçka buna dəyir. Belə bir şeylər bizdə satışda var. Bunun növləri yenə də gələcək Teymur Store mağazasında geniş seçimdə olacaq. Ünvanla səhifədə birinci videoda. Bax bu vasitəni izah eləyəcəm. Putulkanın başına bağlayırsınız, rezbalıdır. Bağladınız. Bax belə eləyirsən, buradan belə su bax belə gəlir, hər tərəfli. Amma belə eləsən, bax buradan aftafa kimi su gəlir. Bu da bizdə satışdadır. Qiyməti çox gümancı 1 manat olacaq. Bax belə şeylər bizdə çoxdur. Gördüyünüz domino 1 manatdır cəmi. Taxta keyfiyyətli materialdadır, 1 manatdır. Bax beləsi də var 1 manata. 1.50-dən düşür 1 manata. Bax bu atverkanın içində 31 ədəd olur. Bu 2 manatdır. Bunun 1.50'liyi də var bizdə. Sırf bunun. Bax budur 1.50 altında da onun. Və bunun beləsi gəlib universal. 4 manatdır da bu. 3.90-da. 3 manat 90 qəpiyə gəlib. Bazası da var onun. Bunun balacası da var. O da qiyməti neçədir? 2.90-dır bax. 2 manat 90 qəpiyə də bax budur. Yeni atverkada balaca böyük. Hə, biraz balaca böyük. İçində çoxdur, yəni atverkaları, hər cürəsi var. Əfsanə maldır. Bax, bu da möhkəm keyfiyyətlisidir. Teymur Store mağazasında qiymətlə münasib qoymuşuq. Bax, bu məhsul doğrama lövhəsidir. Bir dənə odur ki, yəni ki, üstündəki bu alüminiumdur. Sadə doğrama lövhəsi deyil, sadə doğrama lövhələri bax. Gördüyünüz bu sadə doğrama lövhəsidir. Bax, bu isə alüminium. Material
nazik olsa da Alüminyum deyil məncə. Bu necdir? Daha yaxşı. Necdir? Necdir bu? Alüminyum da deyilmədim. Hə. Müştərilər elə bilir alüminyumdur. işləyirdi. Yox, bu necdir? Nec pas atmayan, dızılmayan. Bax, bunlar yəni təzə çıxıb. Ümumiyyətlə bizdə doğrama Keyfiyyətlidir. lövhələri çoxdur. Şüşədən də var, hə? Şüşədən varımızı qutar müvəqqət. Tarif, hə. Teymur Store mağazasının doğrama lövhəsi çoxdur. Deməli, lampalar Teymur Store'da çoxdur. Bir dənə qeyri-adi lampa gətirmişəm. Yalnız hərəkət görəndə yanır. Bax, belə bir standart lampaçkalardandır. Qiyməti neçə idi onun? Dəqiq bilmirəm. Təzə gəlib 3.80 olmalıdır ya da 2.80. Qəribə 3.50-3.80 olacaq təxmini qiyməti. Belə olmalı. Yalnız hərəkətdə yanır. Bu da bizdə satışdadır. Amma standart lampaçkalar doludur 1 manata. Bax, 1 manat, maksimum böyləri 1.50. Bu da təzə gəlib, bu da 1.50. Deməli, məhsulları bir-bir sizə təqdim edəcəm. Krant başlıqları. Bax, bu biri. Bax, belə tərpənir. Bax, bu ikisi. Gör nə qədər çeşid var. Bu açığın göstərində sizə. Bax, bu ikisi. Krant başlığı. Bax, bu üçü. Üçüncüsü yəni. Bunun böyründə kodu var, yəni belə azaldırsan çoxaltır, duş kimi gəlir, tək gəlir. Bunun bunları göstərdim. Daha sonra bax beləsi. İçi daşlı. 1.50-dir bunun qiyməti. Qiymətləri yəni çox baha deyil. 1 manata, 1.50-yə. Bunun bir başqa variantı var. Bax beləsi. 1 manata. Hərəkətli də var orada. Səbətin içində var hərəkət. Ha, bir dənəsi də var. Bax bunu da partladırıq maşallah. 2 manatdır. Hərəkətli. Robot krant deyirlər buna. Yəni bax belə fırlanır, yuxarı qalır üzü yumasın. Bu da 2 manatdır. Hələ bəlkə də başqa yerə baxsam çoxdur. İndi gördüklərim, göstərdiklərim onlar oldu. Bunu da ki evə qoşursan suyun gələn suyu filtrləyir. Əsas da bunu hamamda qoşurlar duş üçün. Duşa gedən su filtrləyir və duş tutulmur. Bu da bizdə satışdadır. Qiyməti 3 3 manat verin. Bəli, 3 manat. Sağ olun.